fərdin işində onun əleyhinə istifadə olunan 2-3 məqam var, yəni bütöv cinayət işində. Onlardan biri 2015-ci ildə ülvi ilə 5 gün fərqlə ölkəyə giriş eləyib, bunu sübut kimi daxil ediblər. Sonra deməli mütəşəkkil dəstə olmağa belə əsaslandırıblar ki, onların hamısının telefonunda siqnal proqramı var. Fərd də qeyd etdi ki, yəni hansısa bir proqramı telefona yükləmək, bu proqram nə Abzas Media üçün yaradılmayıb, nə də Azərbaycanda qadağan olunmayıb. Bunu telefona yükləmək necə bizi mütəşəkkil dəstə edir. Bundan əlavə onunla bağlı onun Revolutda və qeydiyyatdan keçmək, pul köçürmə vasitəsində qeydiyyatdan keçməsi ilə bağlı məsələni götürüb sübut kimi qoyublar. Fərid onu da qeyd etdi ki, o 5 ilə yaxın bank sektorunda çalışıb və onun həm yerli, həm beynəlxalq bank bazarında olan məsələləri araşdırması onun birbaşa vəzifə öhdəliyi olub. Məhkəmə zalına şahidlər daxil oldu. O şahidlərə prokuror suallar verirdi. Elə oldu ki, təqsirləndirilən şəxslər və onların vəkilləri də suallar verməyə başladı və hakim bunu qarşısına aldı. Yəni sualların demək olar ki, hamısı yarlı-yarımçıq qaldı. Bizim ona xeyli suallarımız var idi. O necə olub ki, istintaq orqanı onu cəlb edib şahid kimi, hansı formada onunla davranıblar, necə olub ki, onun mobil telefonu əlindən alınıb, telefonunda olan parol istintaq orqanına verilib, hansı məlumatlar ondan götürülüb və s. kimi çox vacib məqamlarla o suallar ünvanlayacaq idik, amma təəssüflər olsun ki, məhkəmə buna imkan yaratmadı.